Hoş gördük mənim dünyanın en güzel kızları olan Türk kızlarım, sevimli, değerli seyircilerim. Bugünkü mövzumuz vitamin D ve onun qəbuluna nə vaxt başlamaq lazımdır, nə vaxta qədər vermək lazımdır, o hər yaşda mı verilməlidir, bu haqdadır. Deməli, uşağa vitamin D-nin verilməsi uşaq hələ ananın bətnində olar vaxtdan, yəni bətn daxili dövrdən başlamaq lazımdır. Buna rakitin deməli hamiləlik zamanı profilaktikası deyirik biz. Yəni rakitin uşaq doğulandan sonra da profilaktikası var və uşaq doğulmamışdan öncə, uşaq ananın bətnində olarkən də profilaktikası var. Ginekoloqlarımızın, akuşerlərimizin əksəriyyəti unudurlar ki, uşaq ananın bətnində olanda onun sümük sisteminin, əzələ sisteminin formalaşmasına D vitamini çox vacibdir. Özdə bizim indiki yaşam şərtlərimiz daxilində. Çünki indi bizim insanlar günəşli havada az olurlar, açıq havada, təmiz havada az olurlar. Yəni günəşdən vitamin D təchizatını demək olar ki, almırlar. Qidalanmalarımız konservatlı qidalardır, vitamin D-siz və yəni təbii, əksəriyyəti təbii olmayan qidalardır. Ona görə də yəni rakitin müalicəsi və profilaktikası nöqteyi nəzərindən vitamin D verilir. Ona görə də onu vitamin D-nin verilməsinə uşaq hələ ananın bətnində olarkən anaya verilməkdən başlamaq lazımdır ki, ananın qanı vasitəsilə uşağa da təsir etsin. Bu hamiləliyin deməli, hamiləlik dövründə rakitin profilaktikası. Bunu yaddan çıxarmaq lazım deyil. Çox xahiş edirəm ginekoloqlarımız bunu heç vaxt unutmasınlar. Demək, uşaq doğulduqdan sonra əvvəllər 21 gün demək ki, vaxtında doğulan uşaqlar üçün, bir ara isə yarımçıq doğulmuş uşaqlar üçün biraz da tez 14 günündən demək vitamin D-nin verilməsi məsləhət görülürdü. Amma indi Ümumdünya Səhiyyə Təşkilatının qərarına görə uşaq doğulduqdan 7-8 gün sonra əsas göbəyi düşdükdən və deməli bir balaca adaptasiya əlamətləri üzə çıxdıqdan sonra uşağa vitamin D-nin təyinatına başlamaq lazımdır. Vitamin D iki məqsədlə verilir. Həm profilaktik məqsədlə, həm də müalicəvi məqsədlə. Profilaktik məqsəd o deməkdir ki, yəni gələcəkdə baş verə biləcək rakit, yəni sümük sisteminin, əzələ sisteminin xəstəliyinin yaranmasının qarşısını almaq məqsədi ilə. Uşaq xəstə deyil, uşaq sağlamdır, ancaq o xəstəlik bunda yaranmasın deyə biz ona vitamin D veririk. Bu profilaktik təyinatdır. Profilaktik olaraq deməli, Ümumdünya Səhiyyə Təşkilatının qərarına görə vitamin D əksər ölkələrdə 2 yaşına qədər süd dişləri loru dildə və yaxud da bir demək, primitiv şəkildə yanaşma eləsək, süd dişləri çıxana qədər verilməlidir. Fasiləsiz olaraq. Uşaqda hər şey normaldırsa, fiziki inkişafı, yəni sümük əzələ sisteminin inkişaf göstəriciləri normaldırsa, vitamin D 2 yaşına qədər fasiləsiz verilir. Ancaq yayda, demək ki, günəşli günlərin bol olduğu vaxtlarda verməmək şərti ilə. Ancaq uşaqda deməli, vitamin D təyinatının ikinci bir yöntəmi isə müalicəvi yöntəmdir. Yəni, uşağa vitamin D təkcə profilaktika qorumaq üçün deyil, həm də müalicə məqsədi ilə verilir. Uşağın mədə-bağırsaq sistemindəki problemlərlə əlaqədar və yaxud da başqa yanaşı vitamin D mənimsəmə problemləri varsa və yaxud da vitamin D vaxtında verilməyibsə, yaddan çıxıbsa və valideynlərin səhlənkarlığı və yaxud da həkim səhlənkarlığı nəticəsində və uşaqda rakit demək, sümük əzələ sisteminin xəstəliyi formalaşıbsa, belə hallarda uşağa vitamin D müalicəvi məqsədlə verilir. Yəni, burada doza daha da artıq olur. Profilaktik məqsədlə biz gündə 400 beynəlxalq təsir vahidi təyin edirdikcə, artıq burada fərdi yanaşma edib, vitamin D normasını təyin etdikdən sonra, analizlə təyin etdikdən sonra təyinatımızı edirik. Bu isə müalicəvi təyinat adlanır və burada da yenə də uşağın inkişaf göstəricilərinə uyğun fərdi yanaşmalar, fərdi dozalanmalar olunur. Vitamin D, deməli, vitaminlərin şahıdır deyərdim. Çox mühüm bir vitamindir. Əslində o hormondur, ancaq dəyərlərinə görə biz dəyərli şeyləri
biz Azərbaycanlılar vitamin adlandırırıq, yəni belə el arasında. O nöqteyi nəzərdən biz buna elə vitamin deyirik və xeyirli olduğuna görə vitamin deyirik. Vitamin D təyinatı da düzgün olmalıdır. Yəni onu necə, nə vaxt təyin etmək, qəbul etməyin də önəmi var ki, onun effektini görək. Vitamin D demək günorta saat 3-ə qədər günün birinci yarısı təyin olunmalıdır. Demək axşam saatlarında verilən vitamin D-nin o qədər də effekti olmur. Uşaqlara vitamin D tərkibində yağlı qidalar qəbul olunan qida qəbulundan sonra verilərsə, demək onun effekti daha da yaxşı olur. Çünki vitamin D yağda həll olan vitamin olduğuna görə yağlı mədə bağırsaqda yağlı qida olan mühitdə onun mənimsənilməsi daha da düzgün olur. Və yaddan çıxarmayın ki, vitamin D-nin təyinatı əsas deyil. Əgər onun mədə bağırsaq sistemində mənimsənilməsi mümkün deyilsə, heç bir nəticə almayacaq. Ona görə də orqanizm vahid bir sistemdir nöqteyi nəzərindən yanaşaraq, mədə bağırsağın da sağlamlığını nəzərə alaraq vitamin D-ni təyin etməliyik və onda effektimizi görəcəyik. Bu haqda saatlarla danışmaq olar. Hələlik bu qədər. Suallarınız olarsa müraciət edə bilərsiniz və sizə ən çox maraqlandıran bu sahədə nədirsə, xahiş edirəm onu ünvanlayın. Mən çıxışlarımı ona uyğun təşkil edim. Təşəkkür edirəm mənim əziz, sevimli qızlarım.